Demek burada şairimiz Mehmet Uzun'un qəbrinə bərabər, yəni daxildə Seyyid-i Şəhədə Hazreti İmam Hüseyin əleyhissalamın öz məzar-ı şərifidir. Qucağında iki oğlu, 6 aylıq körpəsi Əli Əsqərin və oğlu Əli Əkbərin məzar-ı şərifləridir. Onun böyründə 72 şühədanın qəbri şərifləri və ağanın məzar-ı şərifindən biraz aralıda da İmam Hüseyin əleyhissalamın ən qoca sahabəsi Həbib ibn Məzahirin məzarı şərifidir və ağanın hərəmindən biraz aralıda da Beynül Hərəmin deyirlər. Əvvəlfəz ağanın, yəni Əli əleyhissalamın qeyrətli oğlunun hərəmidir. Allah arzusunda olan hər kəsi qismət eləsin və sizin də ziyarətinizdə Allahın adlarınızda qəbul etsin. Amin. Ya Allah, bak Şerval Hanım. Buradan birinci sağda gördüğümüz, oradan göster zahmet olmasın. 72 şühedanın məzarı şərifidir. Hamısı bir yerdə. Orta kapıdan gördüğümüz ise Seyyid-i Şühədə Hazreti İmam Hüseyin əleyhissalamın məzarı şərifi. Oğlu Əli Əkbər və Əli Əsqər. Buna 6 köşəli məzar deyilir. Yəni iki övladı yanında olduğuna göre buna 6 köşəli qəbir deyilir. Yəni orada 3 qəbir eyni yerdədir. Sonra buradan da görsən, bu burada bu Həbib ibn Məzahirin qəbridir. Oradan da qırmızı yanan işi ise orada qətlgah. İmam Hüseyin əleyhissalamın başını və məktəblə İmam Hüseyin əleyhissalamın mübarək başını bak orada zikredir. Yəni orada başını kəsir. Allah rəhmət eləsin, şimdi sırana hatta ağanın başını kesmek istəyəndə ağanın üzünə baxdı, təbəssüm elədi. Bəlkə cinayətdən əl çəksin, bəlkə hidayət olsun. Ama o cürət eləmədi İmam Hüseyin əleyhissalamın